Sabahınız xeyirli olsun, değerli izləyicilərimiz, traderlər, həmkarlar, iqtisadçılar. Bugün Martın 25-idir və Ramazan ayının 25-ci günüdür. Allah tutduğu orucları qəbul eləsin. Və biz bugün çalışarıq beynəlxalq maliyyə birjasında nələr baş verəcək, o haqda söhbət açarıq. Yəni, əslində, nəzər çatdırım ki, dünən biz Bitcoin haqqında söhbət açdıq və Bitcoin alış nöqtələrini nəzər çatdırdı və alış nöqtələrində mükəmməl bir sıçrayış oldu və qiymət yuxarı doğru istiqamətlə davam etdirdi və ən azından yenidən uşaqlar üzrlü sayın. Buradan işıq düşür, ekran görsənmir, amma bundan sonra çalışmalıyam bağlı məkanda çəkim ki, rahat görə bilim. Belə biz dünən, həqiqətən dünən çox verimli, gəlirli bir gün oldu. Biz bunu VIP kanalında paylaşdıq. Eyni zamanda məncə Qonaqol Telegram kanalında paylaşmışdım. Yəni 88.740-a qədər Bitcoin qalxdı və Bitcoinin yəni aşağı nöqtəsi yadınızdadırsa, yəni əvvəlki dünənki yəni minimumu təqribən 85.000 idi və dünən yuxarı doğru istiqamətinə davam etdirdi. Əslində, nəzər çatdırım ki, əzizlərim, yəni, bu ümumi istiqamət, məsələn, biz 1 saatlı zaman intervalına baxsaq, yəni açıq aydın, əslində, yəni, çox rahat olmaq lazımdır bu sferada. Nə üçün? Lotlar kiçik olanda insan bir o qədər sakit olur. Yəni, bunu bütün traderlər bilirlər. Yəni, bizim tələbələrimizin əksəriyyəti, yəni, belə deyək də, yəni, %100'ü istənilən hər bir əməliyyatı gəlirlə nəticələnir. Amma sadəcə olaraq lotun böyük olmağı onları stresə salır. Yəni, və yaxud da ki, kiçik məbləğlə gün ərzində, günün sonuna qədər istənilən məbləğdə qazanırlar. Amma qazanırlar. Amma günün sonunda qazanmışıq deyənə bir böyük bir lotla bazara girirlər və orada ərəblər demişkən xalas və vəziyyət ağırlaşır oradan. Yəni biz belə eləyək. Yəni, gəlin baxaq görək, biz bugün Bitcoin'da biz alış əməliyyatlara verə bilərikmi, bilmərikmi və nələrə üstünlüyü verməliyik. Yəni, bir saatlı zamanda Bitcoin'da həmişə biz qızıldan, Yevlan Foddan danışırdıq. Bugün qısa danışım, çünki videoda burada elə vaxt oldu ki, dünən çox gec yükləndi. Yəni, çox narahat oldum buna görə. Yəni, dünən günün ikinci yarısından sonra yəni enişlə gəlib bir çox belə nazik bir downtrend yaradıq və bugün əsasən də gözləməliyik biz 87'lərdən yuxarı formalaşmasında alış əməliyyatları və 86.200'lərdən aşağı formalaşsa satış əməliyyatlarından üstünlüyü verərik. Keçək biz qızıla, yəni qızılda nələr olacaq? Qızıl kimi səhər saatlarından qalxdı. Dünən yəni enmişdi aşağı. Hardasa deyək ki 3030'dan yuxarı formalaşa bilmədi. Amma yenidən gəldi, 3000'lərə yaxınlaşdı. Yəni bu 3000'lər çox güclü bir dəstək xəttidir. Bugün alış əməliyyatları 3021'dən yuxarı formalaşsa alışlardır, satışlar isə 3014'lərdən gələcək. Yəni bunu belə deyək, yəni bunu qusura baxmayın Türkiyə demişəm, yəni mən qısa məlumatı verirəm. İnşallah elə ki bir neçə gündən sonra daha detallı şəkildə sizinlə mən daha rahat bir şəkildə paylaşaram. Demək, funtun dolar rəqabəti də günün birinci yarısı qalxmağına baxmayaraq, yəni ikinci yarısı sürətlə düşdü aşağı və bugün alış əməliyyatları 1.29400'lərdə, satışlar isə yəni rahat bir şəkildə 1.29100'lərdən sonra satış əməliyyatlarından verə bilərsiniz. Keçək biz euro-dollar cütlüyünə. Euro-dollar cütlüyünə də dünən yəni yeni bir minimuma imza atdı. Bugün alış əməliyyatlarını biz 1.0850'lərdə, satışlar isə 1.07900 çox üzr istəyirəm 0.79'lərdə yəni versəz daha yaxşı olardı. Keçək biz future spotlara. Yəni future spotlarda həmişə crude oil ilə danışırdıq. Future spotlardan danışaq. Future spotlarda dünən 72 yəni 25'lərə qədər qalxdı. Bugün 72 25'lərdən yuxarı formalaşsa yenidən alış olacaq. Satışlar isə 72 80'lərdən gələcək.
yəni digər cütlüklər haqqında da məlumat verərik sizə. Əsasən də yəni əsas adətən məsələn uşaqlar əksəriyyəti çox güclü texniki analizə etməyə maliklər, amma yəni ortalığa bir şey çıxarda bilmirlər. Nə üçün? Sadəcə onlarda yəni psixoloji deyəndə özünə güvən, qorxu hissləri var. Və yadda saxlayın ki, əgər gün ərzində bir dəfə, iki dəfə itirirsinizsə, yəni daha bazara girməsəz daha yaxşı olar. Həmin günü ümumiyyətlə çox rahat bir şəkildə bazardan uzaqlaşın. Növbəti günü yəni bazara baxın və analiz edin. Belə əzizlərim, bugün də sizdən ayrılan, bugün gözəl, sərin, küləkli hava var. Bakıda yağış yağır hal-hazırda, belə deyirlər. Biz baxdıq, yəni əlaqə saxladıq. Burada isə yəni külək əsir, sərin külək əsir. Dünən də küləklidir, sabah isə çox isti olacaq burada. Belə, görüşmək ümidi ilə, sağ olun.